Hər insanın həyatı bir filmdir, onun baş qəhrəmanı da insanın özüdür. Çox maraqlı bir filmdir. Bu filmə baxmağa dəyər. Amma biz o filmə baxmırıq, başqaları ilə maraqlanırıq. Bu filmin rejissoru da Allahın özüdür. Allahın əzəməti də bilirsiniz nədədir? Hamını eyni anda özünə uyğun şəkildə idarə eləyir. Birinin dərmanı budur, bu hadisəni qabağına çıxardır. Başqasının dərmanı odur. Gör nə əzəmətli Allahdır. Allahın əzəmətini dərk eləməyin bundan başqa yolu varmı? Ki, insan bu hadisələrin gözü ilə Allahı tanıya, başa düşə, anlaya. Özünü hesaba çəksən, Allahın bütün mesajlarını alacaqsan, anlayacaqsan. Ən xırda və ən böyük hadisədə. Onda həyat çox maraqlı olacaq. 24 saat Allahla olacaqsan. Zikir budur. Zikir dilləri zikir. Allahı zikir etmək, zikir budur. Yoxsa məsələn, Sübhanallah, Sübhanallah, maşına baxır, Sübhanallah, 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 onun paltarına baxır, Sübhanallah. Bu zikir deyil. Dil deyir zikir, fikri onda bundadır. Zikrin mənası budur ki, insan hər bir şeyin o maşının keçməsində də, o bahalı paltarlı bir adamın keçməsində də Allahı kəşf eləyər, Allahı. Görəcəksən ki, sən demə bu Allahın işi gücü mənnəndir ki, gecə gündüz mənimlədir, mənimlə danışır. Allahın hekayəsi var, söhbəti var məndən, başqa bir hədəf yoxdur yaşamaqda. Şeytan da hey, o səsküylə bax, onu deyir, dilin zikir deyə dedi, ona bax, heç bunu görməmişdin. Buna bax, bu filankəsin oğludur. Ona bax, bu dil zikirdir. Bu zikrin mənası yoxdur, faydası yoxdur insan üçün. Ondan sonra insan bir hikmətə gəlir, çatır ki, artıq qabaqcadan bilir nə hadisə başına gələcək. Da hiss eləyir də, baxaraq içinə baxır, deyir, hə, buradan zərbə gəlməlidir yaxın vaxtlarda. O zərbə gələndə deyir, hə, bildim, bəllidir, gözləyirdim bunu. Gözləyirdim ki, məndə bu nöqsan var, bu hadisə gəlməli idi. Bir yerə çatır ki, ölümünü də bilir. Ölümünü də bilir. Ki, yəqin ki, da bitdi. Bilirsiniz, o ölümünü bilən adamlar necə bilir? Təxmin eləyir ki, hə, bitdi da, mənim son nöqtəyə çatdım. Bu təhlilin, özünü təhlilin nəticəsində bilir. Biz görün, nə böyük bəsirət verir insana. Özünü təhlil edir, görün, həyat hekayəm bitmək üzrədir. Təxminən müəyyən edir, bəziləri lap gününə, saatına qədər bilir. Amma çoxunu qəfil yaxalayır ölüm. Ölən kimi də deyir, ay Allah, xəbər eləyərdin də, mən bilmirdim. Allah da deyir, xəbər eləmişəm, neçə dəfə. Deyir, haçan, deyir, yadındadır, qonşun rəhmətə getmişdi. O sənə xəbər idi, sənə ki, hazırlaş. Ondan sonra dostun dünyasını dəyişdi. Bunlar hamısı sənə xəbərlər idi. Sən elə bildin ki, ölüm ancaq qonşu üçündür. Qonşular öləcək hamısı. Heç demirdin ki, bu mənə xəbər göndərir. Özünü mühasibənin ən belə deyək, vacib məqamı ne üçün deyirlər? Cənazə dəfnidir, cənazə dəfnidir. Bilirsiniz necədir? Özünlə əlaqələndir. O tabutda deyir, özvü gör, özvü. Tabutda özvü gör, get, aparırlar məni, qoydular qəbrin içinə, yalvarıram ki, ilahi qaytar məni, indi qəbirstanlıqdan qaydanda deyilən qaytardı məni, istisnaən bir dəfə, istisna hal olaraq məni qaytardı dünyaya. Bunlar hamısı hədisdir. Deyir, ən azı 7 qədəm, 7 addım cənazə görəndə gedin. Heç tanımırsınız kimdir, aparırlar. 7 addım gedin, görəsən nə hikməti var. Heç nə belə qəliz hikmət axtarma. 7 addım düşünməyi istəyir. Özvə gəlməyi istəyir. Özvə gəl, özvə gəl. Özvə gəl, hər şeyi tapacaqsan. Özvə qayıt. Özünlə məşğul ol. 7-ci addım get deyirəm, ən minimum təfəkkür üçün fürsətdir. Ayıltsın səni, bir anlıq o cənazə qopartsın səni, ətraf aləmdən daxili aləmə yönəltsin, öz iç aləmə yönəltsin. Amma gedirlər yanındakı ilə danışırlar. Öz işindədir, ölünü orada bastırırlar, burada deyib gülürlər. Əleyhissalam neçə yerdə görmüşəm, narahat olub, bir də bu yerdə. Cənazə dəfn olunurdu, bir dəstə oturub orada deyib gülürdü. Baxdı dedi, elə bil ki, heç bugün sizin üçün deyil, heç sizə aid deyil. Heç sizin üçün bu gün gözlənilmir, özünüzü elə aparırsınız. Bu yer deyib gülmək yeri deyil. Deyib gülməyin yerləri var. Bura
ibrət almaq yeridir. İbrət də nədir? İbrət yəni özünlə tətbiq edəsən hər şeyi. Öz içi və daxil və yönəldəsən. Özünlə məşğul ol, Allahı görəcəksən və sevəcəksən. Görəcəksən nə gözəl Allahdır, işi gücü mənim islahımdır. Bu qədər dünyanı belə tənzimləyir ki, mənə özümü tanıtdırsın, səhvlərimdən agah eləsin. İşi gücü məni təmizləməkdir. Onda bəlaları ilə bir yerdə sevməyə başlayacaqsan ki, bunun hər işi mənim islahım üçündür. Bax, mənim bu zəifliyimi bu hadisə ilə islah etmək istəyir. Filan zəifliyimi filan hadisə ilə. Başlayacaqsan Allaha aşiq olmağa, Allahı sevməyə başlayacaqsan. Özünü hesaba çək ki, Allahı tanıyasan və sevəsən və başqalarını tanıyıb sevəsən. Özümüzü necə mühasibə eləyək, hansı üsulla, hansı qaydayla. Bu barədə fürsət olsa gələn cümələrdə yenə də danışarıq ki, yolları nədir? Bir hədis deyim sadəcə ki, məclisimiz nurani olsun və sözümü bitirim, yekunlaşdırım. Aləl-aqil ən yuhsiyə alə nəfsi. Bu hədisin hansı məsumdan olduğu qeyd eləməmişəm, bağışlayın. Məsumlarımızdan, imamlardan biri deyib. Buyurur ki, ağıllı adam gərək özünü təhlil etsin. Ağılın əlamətidir bu. Ağıllı adamın əlaməti özü ilə məşğul olmasıdır. Məsaviyəha fiddin vəl-rə'i vəl-əxlaq vəl-ədəb. Deyib, pisliklərini başlasın. Birinci pislikləri araşdırmaqdan başlasın. Xətalardan başlasın. Bu qədər söhbətlər çıxır mövzular. Hər dəfə deyərəm, sonra yadımdan çıxır. Yadımda olsa, niyə pisliklərdən başlamaq lazımdır, onu deyərəm. Bu insanı məsələn pessimist eləməz, bədbin eləməz, pisliklərdən başlamaq. Bunun hikmətləri var ki, fürsət olsa, yadıma düşsə deyərəm. Deyir, baxsın, özünü təhlil etsin və pisliklərini tapsın. Nədə? Dinində, baxışında, əxlaq və ədəbində. Fəyyəcmə'u zalik fi sədrihi əv fi kitab. Buyurur ki, bu səhvləri ki, tapdı, cəm elədi, topladı, ya sinəsində saxlasın, yaxud da yazsın. Kitab burada yazmaq mənasındadır. Yazsın. Pislikləri qeyd eləmək yaxşıdır. Üslubundan danışıqda özünü təftişin yollarını izah edirik. Özünü təftişin yollarını. Yazmaq yaxşıdır. Bax, belə bir dənə dəftər tutun, tarix yazın. Tarix yazın, bugünkü tarix. Həyat keçir də bu işləri görsək yaxşıdır. Texnikası da özünü təftişin texnikasıdır, mühasibənin. Hər gün bitdi, axşam tarixlə otur yaz, qeyd elə. Elə belə yazmaq yox. Məsələn, qeybət, niyə filan adamın qeybəti, səbəb, yaz, həsəd. Bu insana qarşı məhz məndə həsəd var. Niyə məhz bu insana qarşı, hansı cəhətinə qarşı? Təhlil elə, günah əməlin yanında kökünü də axtar yaz. Növbəti qeybət, maşallah çox daxım, növbəti qeybət. Bu, qaynağı təkəbbür, məsələn. Həmin adam səni, hər bir qeybətin eyni səbəbi olmaya bilər. Fərqli səbəblər ola bilər. Bunun səbəbi filan. Yaz, qeyd elə, yanında kökünü tap, olsun ömür kitabın. Özün özünə ömür kitabı yaz. Portretin cızılır. Mən nədən ibarətəm? Həsəddən, təkəbbürdən, məqampərəstlikdən, nədən ibarətəm? Bu mən ki deyirsən, bütün günü mən kimsən sən? Bax, mən bu. Mən bunların məcmuəsiyəm, bu xislətlərin. Baxın, adam var, hərdən bir geriyə də qayıt. Məsələn, bir il əvvələ bax, adam var 50 il keçir, baxır, görür elə həmin adamdır. Elə həmin qeybətlər, hər qədr gecəsi gəlir, eyni günahlardan tövbə, növbəti il, 50 il keçir, inanın. Çoxumuz beləyik, adam var yox, çoxumuz beləyik. Dəftər tutmamışıq deyə bilmirik, xəbərimiz yoxdur. Elədiyim günahlar 10 il bundan qabaq hansıydı, onlardır. Səbəblər də hansıydı, onlardır. Birini də dəyişməmişəm. Onda bəlli olur ki, hansı əməl dəftəri ilə qiyamətə gedirsən, hara gedirsən, hansı şəkildə Allahla görüşə gedirsən. Özünü mühasibə elə dində, baxışda, əxlaqda və ədəbdə. Sözümü bitirirəm.